mütəxəssisin öz üzərində heç bir əməliyyat etdirməməsi nə ilə bağlı ola bilər? Özümə də Instagramda yazırlar ki, doktor, yaxşıdırsa o zaman öz burnunuzu elətdirin. Sizin sahədə sizi ən çox narahat edən faktorlar nədir? Sosial şəbəkə üzərindən mesajlar gəlir ki, doktor 15 yaşım var, siz əməliyyat edirsinizmi? Biz hardan bilək ki, daha peşəkarı kimdir? Cizgilərlə bu burun vəhdət təşkil eləməlidir. Həmçində tənəffüs funksiyasını da qorumaq lazımdır. Burun dəbi varmı? Burun dəbi var. İnsanın gözünü bağlayan nədir bu qədər? Nə olur olsun, əməliyyat etdirəcəm. Bir böyrəyinə müraciət edən pasiyent olmuşdu. Mən bunu sizə desəydim, siz məni əməliyyat etməyəcəydiniz. İri, ətli burunları bir dəfəyə kiçiltmək mümkün deyil. Həm doğruluq var, həm də yox. Revizyon əməliyyat deyirlər. Niyə daha çətin olur? Hansı texnikanı elədiyini, onun anatomiyasında nələrə toxunduğunu o cərrah xəbərsizdir. Adətən nədən narazı olur pasiyentlər? Elə olub ki, pasiyentin burnunun gipsini açmışam, göstərmişəm. Pasiyent həmən güzgünü geri çəkib. Hansı hallarda uğursuz hesab olunur bu əməliyyatı? Pasiyent beynində bir burun modeli tutub ki, bu olmalıdır məndə. Hətta başqa bir cərrahın pasiyenti idi. Plastilindən bir burun forması düzəldib gətirmişdi. Doğrudan da burun dolğuları nekroza və korluğa səbəb ola bilir. Əməliyyat sırasında dolğu ilə rastlaşırıq. Doğrudan da uşaq hər dəfə yıxılanda burun ximirçəyə sına bilərmi? Salam, xoş gördük dəyərli izləyicilərimiz. Sevinclə Danış YouTube kanalındasınız və bugün kanalımızın qonağı Lord Cərrah Mədinə Bağırovadır. Xoş gəlmisiniz Mədinə xanım studiyamıza. Çox sağ olun Sevinç xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Vacib bir məqamı qeyd edeyim ki, Mədinə xanım həkimlərin sertifikatlaşdırılmasından keçmiş və onu Azərbaycan Respublikası ərazisində otorinolaringologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilib. Bu çox önəmlidir, çox mühümdür. Ona görə bunu qeyd elədim xüsusilə izləyicilərimizə bir etibar yaransın deyə qarşımızda əyləşən həkimi. Çünki bilirsiniz, son dönəmlər tibb sahəsində baş verən o xaos izləyicilərimiz arasında bir qədər inamsızlıq yarada bilər mütəxəssislərlə bağlı. Və başqa bir incə məqam da mənim nəzərimdən qaçmadı. Yəqin ki, bizim izləyicilərimizin də nəzərindən qaçmayacaq. Bizim doktorumuzun öz burnu əməliyyatsızdır, estetiksizdir və ümumiyyətlə estetik fəaliyyətlə məşğul olan həkimin özünün öz üzərində, yəni heç bir estetik əməliyyat etdirməməsi əlbəttə ki, izləyicilərdə ümumiyyətlə hər kəsə bir sual yarada bilər ki, niyə? Doğrudan da niyə? Yəni estetik fəaliyyətlə məşğul olan bir mütəxəssisin öz üzərində heç bir əməliyyat etdirməməsi nə ilə bağlı ola bilər? Təşəkkür edirəm Sevinç xanım təqdimatınıza görə. İlk öncə bildirim ki, bütün bu həkimlərimizə aid deyil. Elə estetik cərrahlarımız var ki, yəni burun estetikası ilə məşğul olan cərrahlarımız var ki, onlar öz burunlarını əməliyyat elətdiriblər. Bəzən özümə də Instagramda yazırlar ki, doktor, yaxşıdırsa o zaman öz burnunuzu elətdirin. Kimsə əgər kompleks yaşayırsa, yəni əlbəttə ki, bu əməliyyatı elətdirir. Mən hələ ki, bu günə qədər kompleks yaşamıram. Bəlkə günü sabah kompleks yaşayaramsa, təbii ki, bu əməliyyatı elətdirməyə qərar verəcəm. Hər halda seçim üçün həkiminiz var, yəqin ki, hər halda əməliyyat özünüz eləməyəcəksiniz, amma etibar etdiyiniz həkim var yəqin. Azərbaycanda kifayət qədər buna etibar edə biləcəyim həkimlər var. Sadəcə olaraq qərar verməmişəm deyə, o yüzdən də hələ ki, həkimini də seçməmişəm. Ümumiyyətlə, sizcə rinoplastika niyə plastik cərrahiyyanın ən çətin əməliyyatlarından biri hesab olunur, yoxsa bizə belə gəlir ki, ən çətindir? Ümumiyyətlə, cərrahi əməliyyatların hamısı çətindir, çünki biz bir canlı ilə işləyirik. Plastik cərrahiyyə isə, yəni biz var olan nəyisə dəyişirik, elə bil ona yeni bir həyat bəxş edirik. Rinoplastikaya gəldikdə isə burun bildiyimiz kimi üzün mərkəzindədir, üzün estetikasına rol oynayan bir orqandır. Bununla yanaşı burnun qoxu və tənəffüs funksiyaları kimi mühüm bir funksiyaları da vardır. Yəni burada cərrah təkcə texniki olaraq burnun anatomik quruluşunu dəyişdim, ona yeni bir forma verdim deyil, həm də pasiyentə sağlam nəfəs, sağlam tənəffüslə təmin etməlidir. O yüzdən də deyərdim ki, rinoplastika kifayət qədər çətin hesab edilir. Yəni burnun üzün cizgilərinə uyğun, burnun üz cizgiləri ilə harmoniya təşkil edən bir burun verməlidir pasiyentə. Bir lord cərrah olaraq sizin sahədə sizi ən çox narahat edən faktorlar nədir? Nə narahat edir sizi?
Son zamanlar daha çox daha gənclərimizin bizə müraciətidir. Yəni sosial şəbəkə üzərindən mesajlar gəlir ki, doktor 15 yaşım var, siz əməliyyat edirsinizmi? Yəni çox tələsirlər. Məsələn, mən onlara mesajlarında 15 yaşınız var, təbii ki, bunlar 8-ci, 9-cu, yəni bəlkə də 10-cu sinif şagirdləridir. Yəni bunların təhsillərinin daha önəmli olduğunu vurğulayıram. Tələsməsinlər deyirəm. 18 yaşları tamam olsun, ondan sonra əməliyyata müraciət etsinlər. Bir də ən çox pasientlərimizin özlərini tanımamaları, yəni öz burunlarının quruluşuna sanki bunların deyil burun, qəbul edə bilmirlər normal anatomik quruluşlarını. Məsələn, olur ki, burun qanadları fərqli yerləşir, biri arxada, biri öndə, məsələn, biri və yaxud da ki, aşağı olur, biri yuxarı olur, dəliklərdə fərqli olur, biri böyük olur, oval formada olur, digəri uzunsov formada olur. Qəti qəbul edə bilmirlər və deyirlər ki, mən əgər plastik əməliyyat elətdirirəmsə, bunun hamısı tam olaraq düzəlməlidir. Biz cərrahların əlində sehirli çubuq yoxdur da ki, biz bunu nəsə eləyək, tam olaraq düzəldək. Təbiidir, pasient bunu bizə müraciət edir ki, biz bunu düzəldək. Amma anatomik quruluş gərək bizə buna imkan versin. Ona görə də yəni tam olaraq istədikləri yox, daha gözəl və onların üzünə yaraşan, həmçinin sağlamlıqları üçün normal nəfəs almalarını təmin edən bir burun istəmələrini tövsiyə edərdim. Dediniz ki, 15-16 yaşında sizə yazırlar, müraciət eləmək istəyirlər. Qızlara 16 yaşda qanunla icazə verilir. Hansı yaşdan icazə Qızlara, verilir? yəni ədəbiyyat yazır 16 yaşı, amma mən 18. Qanunda belə bir şey var? Qanun deyil, deyərdim. Bu ədəbiyyatlarımızda yazılır, amma mən 18 yaşından qızlara tövsiyə edərdim, 19 yaşından da oğlanlara, çünki tam olaraq inkişaf formalaşsın və əmin olaq. Və burada bir haşiyə çıxmaq istərdim ki, bir pasiyentim var idi, bacısını mən əməliyyat eləmişəm. Elə bu yaxınlarda təkrar o qız özü müraciət etdi. Deməli 2 il qabaq da təkrar mənə müraciət eləmişdi əməliyyat üçün. O zaman qızın 16 yaşı var idi. Və qızın burnuna baxdım, dedim, yox, mən eləməyəcəm. Əgər istəyirsinizsə, başqa bir həkimə müraciət eləyin. Təbii ki, bacısı onu qoymamışdı müraciət eləməyə. Bu yaxında gəldi, qıza deyirəm ki, mən hiss edirəm ki, sizin burnunuz biraz böyüyüb. Yəni mənim dedim, hafizəmdə belə qalıbdı. Həqiqətən də o onu təsdiqlədi. Dedi, düz deyirsiniz. Bacısı da təsdiqlədi, özü də təsdiqlədi ki, doktor düz deyirsiniz. 16 yaşında gələndə burnun üstündə olan qarbinkası bundan daha kiçik idi. Amma yəni indi 2 il zaman keçib və qarbinka sanki biraz daha da böyüyüb. Donqarlıq deyərdim də, burnun dorsum hissəsində olan donqarlığı biraz daha böyümüşdü. Demək ki, hələ 16 yaşda ona görə tezdir ki, burun böyüyəcək, 18 yaşa qədər böyüyəcək. İnkişaf tam bitsin, tamamlansın, ondan sonra əməliyyat elətdirsinlər. Erkən burun əgər əməliyyat olunarsa, başqa hansı fəsadlar ola bilər? 17 yaşında olunubsa, ya 16 olunubsa, heç bir fəsad da olmaya bilər. Yəni bu yəni, demək deyil ki, bərkiməmiş məsələ üçün ola bilər. Bu demək deyil ki, düşə bilər bəlkə burunda. Düşə də bilər. Bu demək deyil biz həmin fəsadla qarşılaşacağıq. Yox, sadəcə olaraq özümüzü sığortalayaq da. Niyə tələsirik? Yəni 16 yaşında hesab edirəm ki, onlar universitetə hazırlaşmalıdırlar. Yəni universiteti qazansınlar, karyeralar haqqında fikirləşsinlər. Ondan sonra tələsməsinlər, gəlib burunlarını əməliyyat elətdirsinlər. Yaxşı, bəs yaxşı rinoplastı, yaxşı rinolor cərrahı başqa həkimlərdən fərqləndirən nədir? Yəni qeyri-peşəkarlardan. Biz hardan bilək ki, daha peşəkarı kimdir, qeyri-peşəkarı kimdir? Yəni məsələn siz dediniz ki, 16 yaşında, 17 yaşında pasientlər müraciət edirlər, mən onları əməliyyata götürmürəm, amma başqa biri götürür. Biz başqa necə müəyyən eləyə bilərik getdiyimiz həkimin peşəkarlığını? Bilirsiniz, ilk öncə o həkimin əsas meyar nədir? Məsələn burada. Təbii ki, pasientlər əsas meyar olaraq bizim daha öncə əməliyyat elədiyimiz pasientlərə baxıb gəlir. Həmçinin bu dəqiqə sosial şəbəkədə pasientlər bir-biri ilə əlaqə yaradırlar, bir-birlərindən soruşurlar bu haqqda, həkimlər haqqında və bir də ən əsas bütün sahələrdə olduğu kimi bizim sahədə də daim yeniliklərə açıq olmalıyıq, olan konqrelərə qatılmalıyıq və yaxud da ki, hər hansı bir həkimin şəxsi təcrübələrinə yiyələnmək üçün onun əməliyyatxanasında əməliyyatlarını izləməliyik və belə deyim də, yəni texniki olaraq bir əməliyyatı deyil, əməliyyat zamanı hər hansı bir situasiya
o cərrahın qarşısına çıxarsa, onu daha operativ şəkildə orada qərar verib yeni bir buruna quruluş verməyi bacarmalıdır. Mən xatırlayıram ki, ətrafımda bir neçə xanım uğursuz burun əməliyyatı olmuşdu. Onların burunlarını əməliyyat edən plastik cərrah lor deyildi, ümumi plastik cərrah idi və o zaman onların burunda yaranan fəsadı digər lor həkimlər belə dəyərləndirmişdilər ki, sizin burnunuzu lor həkim etmədiyi üçün əməliyyat, o burnun içini bilmir, anatomiyasını bilmədiyi üçün o bu səhvlərə yol verib. Amma bir lor həkiminə əgər əməliyyat etdirsəydiniz, o çox güman ki, bu səhvlərə yol verməyəcəkdi. Burun çəpərinin tamamilə götürülməsi, bilmirəm, əgər yanlış xatırlamıramsa belə deyilmişdi və ya nəfəs ala bilməmə, nəfəsdə problemlər. Nəyə gətirmək istəyirəm sualımı? Plastik cərrah seçərkən, yəni burnunu əməliyyat etdirmək istəyən kəs lor cərrahına müraciət etsin, yoxsa ümumiyyətlə ümumi cərraha müraciət etsə, bu sadaladığım problemlərlə üzləşməz. Sevinç xanım, belə deyərdim də, burun əməliyyatını lor cərrahlarla yanaşı plastik cərrahlarımızda çox gözəl icra edirlər. Yəni indi sizin o dediyiniz xanımda ola bilsin bəlkə də burun balıq qulağının problemi olub. Çünki burun balıq qulaqları sonradan allergik reaksiyalardan, soyuğun təsirinin nəticəsində şişkinləşə bilir, ödümləşə bilir. Orada məsələn qığırdaq məsələsini vurğuladınız. Biz burunu qığırdaqla yeni bir forma verə bilirik. Bu da burun çəpərinin iki hissədən ibarətdir. Sümük hissə və qığırdaq hissə. Çəpərin o qığırdaq hissəsindən müəyyən qədər bizə lazım olan qədər, yəni onun yerləri var, götürürük o hissəni və belə deyim, buruna yeni bir şəkilləndirmə, yeni bir forma veririk. Yəni bu qığırdaqsız burun əməliyyatını təsəvvür etmək mümkün deyil. Onsuz bütün yəni əməliyyatlarda bütün cərrahlar bu qığırdaqdan istifadə edir. Ən əsas odur ki, pasiyentə üz cizgilərinə uyğun normal bir burun vermək, yəni üz cizgilərlə bu burun vəhdət təşkil eləməlidir. Həmçində tənəffüs funksiyasını da qorumaq lazımdır. Bunu həm lor cərrah da eləyə bilər, plastik cərrah da edə bilər. Amma ümumi cərrahları haqqında yəni bir söz deyə bilməyəcəm. Yəni kifayət qədər, yəni ölkəmizdə plastik cərrahlarımız var ki, çox gözəl burun əməliyyatı da eləyirlər, normal şəkildə tənəffüsü də qoruyub saxlayırlar. Ümumiyyətlə burun dəbi varmı? Burun dəbi var və bu dəbi bizim üçün formalaşdıran son zamanlar sosial şəbəkələr, yəni əvvəllər təkcə aktrisalar, müğənnilər idisə, yəni tanınmış simalar idisə, son zamanlar sosial şəbəkələr, həmçinin bir çox proqramlar var ki, onlarla şəkil çəkdirirlər və orada olan burnu pasiyentin xoşuna gəlir və yaxud da ki, xüsusi filtrlər var telefonlarda, bunlarla şəkil çəkdirirlər və bunlar pasiyentlərə xoş olur. Deyir, kaş burnum belə olardı. Lakin bu dəbə uymaq lazım deyil. Çünki dəb 5 ildən, 10 ildən sonra öz aktuallığını itirə bilər. Amma sizin burnunuz isə o zaman təkrar siz əməliyyat elətdirmək istəyirsiniz. Son dönəmlərdə baby nose, Barbie burun deyə bir dəbi var. Biraz azalıb son zamanlar, hardasa 2 il bundan qabaq daha aktual idi bu. Artıq pasiyentlər deyir ki, daha təbii bir burun istəyirəm, baby nose istəmirəm. Baby nose deyəndə yəni daha qalxıq, daha kavisli bir burun və kifayət qədər qısaldılmış bir burun nəzərdə tutulur. Yəni artıq deməzdim tam itirib aktuallığını, yox. Yəni yenə də bunu bizdən istəyən pasiyentlər var. Yəni bütün burunlara bunu etmək olarmı? Yəni bu artıq düzgün deyil ki, bütün burunlara bəli, baby nose edə bilərik. Çünki hər burnun fərqli anatomik quruluşu olduğu üçün onlara fərqli şəkilləndirmə verə bilirik biz. Dediniz ki, şəkillə, filtrlə gəlirlər yanınıza. Onlara nə deyirsiniz belə? Çox normal qəbul edirik. Çox normal. Yəni zaten biz özümüz də pasiyentdən soruşuruq ki, burnunuzun necə olmasını istəyirsiniz? Çünki bu onun arzusudur. Biz onun arzularına uyğun hərəkət eləməliyik. Əgər pasiyent şəkli göstərirsə, onun burnu o şəklə anatomik quruluşu imkan vermirsə olmasını, mən məsələn o zaman deyirəm ki, bax burnunuzun dorcum hissəsini oradakı kimi edərəm. Amma burun ucunu sizin o şəkildə gördüyünüz kimi sizdə şəkilləndirmək olmayacaq. Və pasiyent deyir ki, onda necə olar və canlı olaraq ona
təqribi, yəni bunlar hamısı təqribi olaraq göstərilir. Yəni pasientlə söhbət aparılıb, ortaq bir məxrəcə gəlib, onu razı, bizdən məmnun şəkildə yola salırıq. Kişi və qadın rinoplastikası arasında fərq var. Yəni qadınlarda bir cür icra olunur, kişilərdə bir cür icra olunur. Bilirsiniz, kişilərin bildiyimiz kimi cizgiləri daha sərtdir, daha böyükdür. Qadınlarda isə bu üz cizgiləri daha incədir. Və kişilərin burunlarını edən zaman dorzum hissəni çalışırıq ki, daha çox götürməyək, yəni biraz düz edək dorzum hissəni, burun belini, burun ucunu çox qaldırmayaq. Çünki bu burun ucunun kişilərdə çox qalxması yaxşı görünmür. Yəni onsuz da əksər kişilər bizdən bu burunu istəyir. Doktor heç əməliyyat olunması bilinməsin. Çünki mən kişiyəm, istəmirəm ətrafdan bir qınaq obyektinə çevrilim. Bəs nə üçün eləyirlər onda? Bəzən əyrilik olur, həddindən artıq əyriliklər olur və yaxud ki, nəfəs almada çətinlikləri var. Amma bu estetik deyil axı, bu sadəcə sağlamlıqla bağlıdır. Amma böyük bir qarbinkası var. Burunun dorzumunda böyük bir çıxıntısı var. Buna görə onlar elətdirirlər və bunlarda həm düz və burun ucunun azca qalxmasını gözləyirik. Burunla dodaq arasındakı bucaq isə 90-95 dərəcə olmasını gözləyirik. Amma qadınlarda isə daha kavisli, nisbətən daha qalxıq və burun ucunun daha incə olmasını istəyirik və bunlarda isə burunla dodaq arasındakı bucağı 95-105 dərəcə nəzərdə tuturuq. Artıq insanları uğurlu və uğursuz əməliyyatdan daha çox bu əməliyyatdan sağ çıxacağamı? Yəni sanki qorxusu təqib edirdi. Yəni bu son dövrlərdə yaşadıklarımızdan sonra insanlara bir fobiya yaranıb. Ümumiyyətlə plastik əməliyyat, hər hansı bir plastik əməliyyat etdirmək istəyənlərin doğmaları çox təşviş yaşayırlar, çox icazə vermir və bəziləri də ümumiyyətlə xəbərsiz gedib əməliyyatlar eləyirlər. Belə hallarda olur. Bir pasientin təhlükəsizliyi necə təmin olunur? Necə təmin olunmalıdır? Bilirsiniz Sevinç xanım, bu hallar, yəni biz də eşidirik, görürük. Neqativ hal olduğuna görə bu insanlara daha çox təsir edir və insanlar bilirsiniz ki, belə bir haldan həyəcan, təşviş keçirirlər və birbaşa yaddaşlarına həkk olunur ki, belə bir hadisə olmuşdu və bunu bir-birlərinə göndərirlər və saytlar başlayır bunu yaymağa, amma bəlkə də həmən cərrahın daha çox uğurlu bir işləri var. Təbii ki, heç şübhəsiz, amma yenə də. Amma heç onu o qədər işıqlandırmırlar da, yəni insanlarda bir həyəcan gəlir, təşviş gəlir, buna görə də bunu daha çox işıqlandırırlar. Uğurlu olanda da hamı onun yanına gedir, yəni bu da onun uğurudur əslində ki, pasientlər ona seçim eləyir, amma uğursuz olanda da bir insanın həyatının sonuclanırsa, nəticələnirsə, bu artıq yəni əlbəttə ki, ciddi xəbərdarlıq olacaq digər pasientlər üçün də. Yəni bunu bir də pasientlərin özlərində bu həyəcan, qorxu olur. Təbii ki, burada tək cərrahın üzərinə məsuliyyət düşmür. Burada həmçinin pasientin də üzərinə məsuliyyət düşür. Çünki mən bunu şəxsi təcrübəmlə deyirəm. Pasient bizə müraciət edən zaman bir anamnez toplayırıq. Əməliyyatdan öncə hansı xəstəlikləriniz olub, hansı xəstəliyiniz var, hal-hazırda hansı dərmanı qəbul edirsiniz və bəzən pasient bunları bizdən gizlədir. Mən bunun dəfələrlə şahid olmuşam. Riskini bilə-bilə gizlədir. Bəli. Məsələn, mənə bir böyrəklə müraciət edən pasient olmuşdu. Düzdür, bir böyrəklə əməliyyata almaq olmaz demək düzgün deyil. Amma bu bir plastik əməliyyatdır, bu bir planlı əməliyyatdır. Yəni hər bir hadisə ola bilərdi. Və mən qabaqcadan ən azından hazırlıqlı olmuş ola bilərdi. Bəli, ən azından xəbərdar bilərdim, bir böyrəklidir pasientimiz, bunun bir tədbirini görmək olardı və pasient tamamilə bunu mənə demir. Mənə bunu əməliyyatdan 10 gün sonra deyir. Deyir, onsuz da mən bilirdim ki, doktor, mən bunu sizə desəydim, siz məni əməliyyat etməyəcəydiniz. Yəni, bax, burada nəsə olsaydı, hər kəs məni günahkar hesab edəcəkdi, düzdürmü? Həmişə, bəli, həkim günahkar çıxır. Bəli. Amma bu həmişə belə olmur da, bəzən də... Mən nüanslar var da, əməliyyata gəlir, sabah əməliyyatıdır, bugün qızdırması qalxıb. Məsələn, qrip keçirir, qrip virusuna yoluxubdur. Pasient sən gedib bizi xəbərdar etmir. Gəlir, biz onun əməliyyat önü
təbii ki, analizlərinə baxılır, qızdırması ölçülür. Biz aşkarlayırıq ki, 37-2, 38 qızdırması var. İsrarla deyir ki, qızdırmamın əməliyyata nə dəxli var, ay doktor? Nə aidiyyatı var mənim qızdırmamın əməliyyata? Mən burun əməliyyatına gəlmişəm. Amma nə aidiyyatı var? Çox böyük bir, yəni bu biz narkoz zamanı bütün orqanizm yatır. Yəni bu xəstəlik sonradan daha yüngül keçirəcəkdirsə, daha kəskin formada keçirə bilər. Həyati riski ola bilir. Ola bilər. Ola bilər. Ona görə də yəni bizlə yanaşı pasientlər bizlə əlbir olmalıdır bu məsələdə. Bizlə tək bizim analizlərimiz deyil. Biz anamnez toplayanda bizə doğru cavab verməlidirlər. Bəzən nəyisə gizlədirlər. Yanında gələn valideynimi, bacısımı, məsələn deyir ki, doktor bunun kəskin qan azlığı var. Yəni biləsiniz, xəbəriniz olsun, öncədən tədbir görün. Pasient belə bir reaksiya verir. O elə belə bir şeydir. Nədir ki, qan azlığıdır da. Doktor, insanın bu belə söhbət belə pasientlərdən gedir də. Gözünü bağlayan nədir bu qədər? Yəni həyat təhlükəsinin ciddiyəmi almır, yoxsa o qədər kompleks yaşayır ki, nə olur olsun əməliyyat etdirəcəm. Yəni nə düşünürsüz? Sanki zamanın axarına düşüblər. Yəni onsuz da siz bu əməliyyatı planlı əməliyyatdır. Yəni bunu bir həftədən sonra da, bir aydan sonra da. Niyə tələsir? Bilmirəm. Yəni bu bəlkə də onların özlərinin qurtulmağımı istəyir nədənsə. Daha tez gözəlləşim, daha tez çatım bu buruna, sanki tələsirlər. Yəni amma mən hər kəsə tövsiyə edərdim ki, həkim müayinəsinə gedəndə istər xəstəlikləri barəsində qəbul etdikləri dərmanlar, hal-hazırda xəstədirlərsə, hal-hazırda nəydən müalicə alırsalarsa, hansı xəstəlikdən müalicə alırlarsa, bunu dəqiq olaraq əməliyyat etdirəcəkləri həkimə bildirsinlər. Bəzən insanlar öz xəstəliklərini bilməyə bilir. Bəs o zaman necə? Əməliyyat önü yəni müayinələrimiz var. Yəni biz o əməliyyat önü müayinələri etmədən, anestezioloqla görüşdürmədən o pasiyenti heç bir zaman əməliyyata almırıq. Yəni sizə deyim ki, tək biz yox, anestezioloq da pasiyentlə görüşür və o da bir anamnez toplayır, ona lazım olan tərəfləri. Çünki biz burada tək deyilik, pasiyenti bizim üçün yatızdıran, yəni anesteziyanı verən anestezioloqlarımızdır. Yəni biz onların əməyini itirə bilmərik. Onlar bizə bu işdə yardımcı olurlar və həmçinin pasiyentimizin sağlam şəkildə oyanmasını da anestezioloqlarımız edir. Bir dəfə bir cərrahdan eşitmişdim, yəni cərrahın öz dilindən eşitmişdim ki, böyük və iri ətli burunları bir dəfəyə kiçiltmək mümkün deyil. Yəni belə buruna sahib olan xanımlar azı bir 2 dəfə əməliyyat olunmalıdırlar. Bu fikrə münasibətiniz necədir? Doğru deyib. Fikirdə həm doğruluq var, həm də yox. Burada da yəni fərdi yanaşmaq lazımdır pasiyentə. Pasiyent var ki, burnu əyridir, qığırdağı. Biz burun çəpərindən aldığımız qığırdaqla ona forma verəndə burada qığırdaq yaddaşını itirə bilirik, itir və dəri yaddaşı da həmçinin itir və sonradan heç bir problem yaşamır bu pasiyent. Amma bəzi hallar var ki, biz əməliyyat stolunda itmiş hesab olunur, sanki hər şey gözəldir, amma sonradan xırda bir nüanslar, nələrsə ortaya çıxır. Və elə əyri burunlar var ki, onları ilk dəfə artıq burun çəpərini də müayinə edən zaman görürük ki, həddindən artıq əyridir çəpərdə, yəni orada olan qığırdaqda, bizə lazım olan qığırdaq hissəsi də həddindən artıq əyridir və bununla bu burnu düzəltmək mümkün olmayacaq. Bu zaman elə birbaşa qabırğa qığırdağı ilə əməliyyata almağı pasiyentə tövsiyə edirik. Bəzən pasiyent bunu qəbul edir. Məsələn, mənim elə pasiyentlərim olub ki, bunu qəbul ediblər. Elə insan da olub ki, deyib, yox, mən qorxuram, mən qabırğa qığırdağından istəmirəm əməliyyat olun. Elə öz qığırdağımla olun. Yəni bu zaman bunu xəbərdarlıq edirik pasiyentə. Təkrar əməliyyat daha çətin olur. Revizyon əməliyyat deyirlər. Niyə daha çətin olur? Əgər bir cərrahın öz elədiyi pasiyentdirsə, bu cərrah bilir hansı texnikanı orada istifadə edib. Amma başqa bir cərrahın
əməliyyatını təkrar almaq bu nisbətən həmən cərrah üçün çətin olur. Ona görə ki, orada hansı texnikanı elədiyini, onun anatomiyasında nələrə toxunduğunu o cərrah xəbərsizdir. Həmçinin burun dəri təkrar işlənmiş olur deyərdim və onu burnu açmaq biraz orada çapıq toxumaları ilə daha zəngin olur. Əməliyyat olunmuş bir burun, onu açmaq daha çətin olur. Burada qığırdaq ehtiyatı olmur. Biz məcbur qabırğa qığırdağından istifadə etmək məcburiyyətində qalırıq. Yəni ona görə revizyon əməliyyat daha çətin hesab olunur. Yəni əvvəlkindən daha yaxşı olmasını düşünsünlər və həmçinin nəfəslərində problem varsa, onlara daha yeni bir nəfəs bəxş etmək üçün cərrahlar bu əməliyyatı edir. Əməliyyatdan sonra ilk bir ayda pasientləri nə gözləyir adətən? Əməliyyatdan sonra bütün pasientlərə demək istəyirəm ki, ilk bir ayda onları əməliyyatdan dərhal sonra şişkinliklərin olmasıdır. Burunda yəni sarğının olması ilk 10 gün ərzində, burnun içərisində tamponların olması bundan biraz ürəkləri sıxıla bilər, amma bu bir müvəqqəti çətinlik olur onlar üçün. Ara sıra yüngül qanamalardan bəzən pasientlər qorxur. Hətta deyirlər, o kimdəsə qanama oldu. İlk günlərdə bunlar ola bilər. Yəni bundan qorxmasınlar. Və ilk 10-cu günündə biz təbii ki, tamponları çıxardırıq, pasientin burnunun üzərində olan sarğını açırıq, amma bu sarğını yeniləyirik. Növbəti 10 gündən sonra bir də yeniləyirik. Bəzən pasient bizə deyir ki, doktor, mən nə zaman burnumu tam olaraq görəcəm, mən nə zaman bu burnumla yaşayacağam, siz hər dəfə bir sarğı qoyursunuz burnuma. Yəni bu onların burunlarının daha gözəl şəkilləndirilməsi üçündür. Sonradan olan şişkinliklərin daha tez yatması üçün, daha azalmasına görədir. Yəni ilk dönəmlərdə, ilk bir ayda burunlarını düzgün qulluq eləməlidir. Yəni pasientləri ilk növbədə bunlar gözləyir. Son nəticəni nə vaxtdan sonra görür pasientlər? Son nəticəni bu fərqlidir. Aha. Məsələn, nazik dərili burunlarda bu nəticəni 3-6 ay, 1 il müddətində görmək olar. Qalın dərili burunlarda 6 aydan 1 ilə qədər görmək olar. Hətta 2 ilə qədər çəkə bilər. Revizyon burunlarda da həmçinin bu müddət 2 ilə qədər, 6 aydan 2 ilə qədər uzana bilər. Aha. Pasientlərin əməliyyatdan sonra etdiyi ən çox buraxdığı səhvlər? Pasientlərin Sizin işinizi çətinləşdirir, bərpanı uzadır. Pasientlərin əməliyyatdan sonra ən çox həkimdən xəbərsiz nələrsə etmələri. Yəni biz bunu başqa cərrahların pasientlərində də görürük. Bəzən bizə müraciət edirlər ki, mən neyniyim? Təbii ki, o halda heç bir zaman müdaxilə etmirəm. Çünki hər cərrahın özünün bir taktikası var, özünün bir işi var. Ona görə də pasientlər həkimdən xəbərsiz müdaxilə etmələri, öz burunlarını, hətta sarğı açılmadan belə kimlərinsə burnu ilə müqayisə etmələri, sosial şəbəkədə öz burunlarını belə deyim, müzakirə etmələri, yaranan hər hansı bir hal haqqında orada müzakirələr edirlər, bənzədirlər, kimlərdənsə məsləhət alırlar. Yəni biz bir sözlə də bizdən xəbərsiz müdaxilələr etmələri yanlışdır. Aha. Məsəl üçün əməliyyata qədər çox yaxşı nəfəs alıb, yəni nəfəs problemi olmayan pasientlər əməliyyatdan sonra artıq 1 il keçir, 6 ay keçir, ciddi nəfəs problemləri yaşamağa başlayırlar. Bu nə ilə bağlı olur? Yəni hərə bir söz deyir bəzən həkimlərin, amma əsas səbəb nə olur? Burada mən sizə deyərdim ki, daha çox səbəb burun balıq qulaqlarından qaynaqlanır. Burun balıq qulaqları, aşağı burun balıq qulaqları soyuqdan, allergik reaksiyalardan təkrar şişkinləşə bilir. Və buna görə də onlar da şişkinləşəndə nəfəs yolu tıxanır. Bəzən yəni bunu uğursuz bir əməliyyat kimi qiymətləndirirlər. Xeyr, bu belə deyil. Çünki mən bütün pasientlərə bunu öncədən bildirirəm ki, burun balıq qulaqları əməliyyatdan sonra 6 aydan, 1 ildən, 2 ildən sonra təkrar yarana bilər, təkrar şişkinləşə bilər. Yəni bununla görə də sizdə nəfəs alma nisbətən çətinləşə bilər. Ona görə də bunu baxmadan yəni belə rəy vermək düzgün deyil. Mən bir iş yoldaşım vardı, xanım uzun illər burnundan indi adını çəkməyəcəm, bir
burun Damcı. açan var, damcı Damcı. var, onu ilə gəzirdi. O dərmanı qutaran gün dərmanım qutardı, tez burnuma o dərmandan tökməliyəm çünki nəfəsim tutulub deyirdi. Hansısa bəlkə də bir ildən çox çəkmişdi artıq. Həkim ona deyirdi ki, burunda çapıq toxuması yaranıb. Çapıq toxuması da yarana bilər əməliyyatdan sonra burunda. Əməliyyatdan sonra bəli, burnun içərisində bitişmələr əmələ gələ bilər. Bu ümumiyyətlə bütün əməliyyatlarda yarana bilər. Yəni çapıq toxuması istər qarın boşluğunda olsun, digər yerlərdə olsun, çapıq toxuması əmələ gələ bilər. Sadəcə burnun içərisində yaranan çapıq toxuması nəfəs almaya təsir edir deyənə bunu pasient bundan xəbərdar olur. Qaldı ki, o dərman məsələsini dediniz, çox gözəl vurğuladınız. Bəzən pasientlərimiz bilmədən o dərmanları uzun müddət istifadə edirlər. Elə burun spreyləri var ki, onları uzun müddət istifadə etmək olar, bir aya qədər olar. Amma elələri var ki, 5-7 gündən artıq bunu istifadə etmək olmaz, qadağandır. Yəni bu halda da belə deyim, əvvəl sizə kömək eləyir, burnunuzu açır, amma sonra dərman sizə kömək eləmir. Əksinə, daha da o qədər burun açılır ki, artıq burun açılmaq istəmir, burun balıq qulaqları büzülmək istəmir. Elə onlar geniş şəkildə də qalırlar və bu da pasienti təbii ki, narahat edir. Bu halda ilk öncə konservativ müalicəyə müraciət edirik. Əgər konservativ müalicə ilə bu aradan qalxmazsa, təbii ki, burun balıq qulaqlarının yandırılması olan bir əməliyyatı icra edirik. Ümumiyyətlə rinoplastikada ən çox rast gəlinən fəsadlar hansılardır? Belə deyim, buna ilkin və gecikmiş bölərdim. İlkin fəsad kimi deməzdim, pasientlərimizin fəsad kimi qəbul etmələrini deyərdim. Yəni ilkin dövrlərdə məsələn pasient burnunun ucunu hiss eləmir. Deyir doktor, heç hiss eləmirəm burnumun ucu. Burnunda olan asimetriyaları əyrilik kimi qəbul edir. Şişkinlikdən dolayı yaranan asimetriyanı əyrilik kimi qəbul edir. Mənim burnum əyridir. Bir tərəfi daha çox şişdi, bir tərəfində çökmə əmələ gəlib. Hansı ki bu ilkin dövrdə olan şişkinliklərdən dolayısı yaranan bir haldır. Həmçinin bir də pasientlərimizdə gecikmiş bir dövrdə isə daha çox burun ucunun düşməsindən şikayətlənirlər pasientlər. Yəni burada da ola bilər ki, qığırdaq dəstəyi zəif olur. Yəni pasientin özünün qığırdağı zəif olur və yaxud da ki, daha ətli burunlarda, məsəl üçün yenə də burada öz qığırdağını qoyuruq biz. Bizim üçün stolda əməliyyatdan həmən sonra tam normaldır. Amma biz yerin bir çəkim qüvvəsi var da, buna uyğun olaraq həmişə yəni biz deyirik ki, biraz daha dik elədin burnumu ki, daha sonra normal yerinə düşsün. Yəni bu çəkim qüvvəsi də öz təsirini edir. Ona görə də bunlar daha çox burun ucunun düşüb deyə belə bir şikayətləri daha çox olur və yaxud da ki, eləsində var, heç burun ucu düşməyib. Sanki kimdənsə eşidib, doktor elə bil biraz düşüb, mənim də burnumun ucu belə. Gözü artıq öyrəşib. Hə, öyrəşib. Fərqli buruna sonradan. Bəli, elə bil, amma halbuki heç düşməyib. Belə əməliyyatdan necə çıxıbsa elə də qalıbdı da. Deyir, sanki deyir düşüb, yoxsa mənə elə gəlir. Hətta yəni cümləsinin sonunda bunu da deyirəm. Bəlkə mənə elə gəlir. Sizcə necədir? Təbii ki, biz onlara uyğun olaraq hamısına fərqli yanaşıb fərdi olaraq cavab veririk. Məsələn, sosial mediada görürük, xanımlar, yəni cərrahlar gipsi açandan sonra reaksiyalar əlbəttə ki, yaxşı reaksiyaları qoyurlar. Əlbəttə ki, hamı məmnundur. Hamı çox təşəkkür edir öz həkiminə, amma yəqin narazılar da olur. Yox, adətən nədən narazı olur pasientlər? Yəni böyük qalıb deyir burnum, ya formasını bəyənmir. Belə olanda nə edirsiniz həmin pasientlərlə? Pasientlərin gözləntiləri ilə sizin gözləntiləriniz eyni olmayanda nələr baş verir o otaqda? Çox gözəl bir nüansa toxundunuz da Sevinç xanım. Burada pasientlərimiz elə olub ki, pasientin burnunun gipsini açmışam və ona güzgüdə göstərmişəm. Və pasient həmən güzgünü geri çəkib. Mən baxa bilmirəm özümə. Ay doktor, siz niyə mənim burnumu belə kiçik elədiniz? Mən sual vermişəm, niyə gəlmişdiniz? Deyir ki, kiçiltməyə gəlmişdim, amma sanki çox kiçik eləmişsiniz burnumu. Hətta bunu belə deyənlər var və ya bunun əksini daha şişkin görüb, yox, burnum mənim böyük
qalıbdı? Niyə bu qədər böyük qaldı? Halbuki burada şişkinliklər var, pasient onları nəzərə almır və fikirləşmir ki, bu şişkinlik yatacaq. Təbii ki, daha tezdir nəticə üçün fikir demək deyirik pasiyentə və onu yenidən sarğı edirik. Növbəti sarğıya gələndə artıq güzgünün qarşısında doktor düz deyirdiniz. Keçən dəfədən nə qədər şiş yatıbdı, nə qədər burnum incəlibdi deyə bizə öz təşəkkürlərini edirlər. Yəni fərqlidir. Yəni nə qədər insan varsa, o qədər onların belə deyim reaksiyaları var. Yəni bu reaksiyalardan danışsaq, onda veriliş boyu gərək bundan danışaq. Həkimin dediklərindən istat gətirirəm. Bəzən xanım öz elə fərqi yoxdur xanım ya kişi öz böyük burnu ilə də, öz qüsuru ilə də özünü qəbul eləyə bilir güzgünün önündə. Xoşbəxt hesab edir, hiss edir. Yəni qəbullanır və ya bilir ki, burnu yekədir və ya bilir ki, burnunda kiçik qüsuru var və ya böyük qüsur var, amma özünün olduğu kimi qəbullanır. Amma bəzən onun qüsurları olmasa belə, hətta həkim onu, cərrah onu artıdan qaldırmış olsa belə, pasient yenə də o nəticə ilə razılaşmaya bilir. Bu baxımdan bunlar qəliz pasiyentlər hesab olunurlar mən bildiyimə görə plastik və estetik cərrahiyyədə və adətən həkimlər elə pasiyentlərdən qaçırlar. Sizin necə təcrübənizdir? Belə bir dəfə gəlib burnum ucunu görürəm, gələn dəfə gəlib ki, burnum ucunu görmürəm deyibsə yaxınlaşan belə qəliz pasiyentləriniz olubmu? Əslində olur hər psixologiyada, yəni insan yaxınlaşır. Təbii ki, psixologiyanın çox böyük bir önəmi var. Psixologiyası daha gərgin olan pasiyentlərə, hətta burnun sağalma dönəminə belə öz təsirini göstərir. Məsələn, bu pasiyentlərdə sağalma dönəmi uzun çəkir, şişkinliklər daha gec yatır. Bunlar hər dəqiqə deməzdim, hər saniyə belə buna görə narahatçılıq keçirdirlər. Hətta ilk artıq bir ayda mən revizyon əməliyyat olacağam deyə başlayırlar bir təşvişə düşməyə ki, doktor artıq yox, mən burnum əyridir. Hansı ki, bu şişkinlikdən olan əyridir. Pasiyentin bütün ətrafı, məsələn, ən yaxınları, anası, atası, bacısı, qardaşı belə ona deyir ki, yox, burnun düzdür, narahat olma. Amma heç qəbul eləmək istəmir. Deyir, hər kəs mənə deyir düzdür, amma mən nədənsə bunu əyri görürəm. Qorxuram, əylər. Əslində həqiqətən də düzdür, normaldır. Yəni bu zaman biz onlara psixoloji olaraq dəstək olub sadəcə səbir. Həqiqətən də burun əməliyyatı bir səbir tələb edir. Səbirli olmağı tövsiyə edirik və bu səbrin nəticəsində onlar bəzən 2 aydan sonra, 3 aydan sonra və ya 6 aydan sonra təkrar müayinələrə gələndə həqiqətən də öz təşəkkürlərini bildirirlər ki, doktor, indi artıq biraz istədiyimi görürəm üzümdə. Həqiqətən də, yəni hansı hallarda uğursuz hesab olunur bu əməliyyatı? Mən bunu belə hesab edərdim ki, pasiyentin burnun fikrində ki, hansı ki burun forması formalaşdırıbdır, amma onun burnu cərraha imkan vermir onu etməyə. Təbii ki, cərrah çox çalışır ki, biz həmişə pasiyentin, çünki fikri bizim üçün önəmlidir. İstəyir ki, onun istədiyini ona versin, amma maksimum şəkildə bunu verməyə çalışır və bu zaman pasiyent əslində gözəl bir burundur. Yəni pasiyentin üzünə də yaraşır, ətraf tərəfindən hər kəs deyir gözəldir, amma sanki yenə də burada psixoloji faktora gəlirik. Pasiyent beynində bir burun modeli tutub ki, bu olmalıdır məndə. Mən bununla rastlaşmışdım. Hətta pasiyent mənim pasiyentim deyildi, başqa bir cərrahın pasiyenti idi. Plastilindən bir burun forması düzəldib gətirmişdi. Yəni inandırım sizə, mən sadəcə bir konsultasiyada kənarda belə baxdım və təkrar artıq ikinci əməliyyata hazırlaşırdı. Cərrah dedi ki, yaxşı da eləyim. Yəni bildiyiniz Buratinanın burnunu necə görürsünüz? Bax, belə uzun. Plastilindən bax, elə burnu düzəldib. Deyir, mən eynən bu burnu istəyirəm. Yəni, bax, belə bir pasiyentlər var. Yəni, onun beynində tutduğu ilə üst-üstə düşməyəndə burada artıq, belə deyim, toqquşmalar olur. Elə burun istəyən pasiyenti həkim qəbul etməlidir sizcə? Bilirsiniz, bəzən gizlədirlər özlərini danışıqları ilə,
təbii ki, peşəkarlıq artdıqca bu gizləntiləri duya bilirsən, amma nə qədər duysaq da, bütün sahələrdə insanların bir-birini aldatmaları fotoşəkil var da. eşitmişdim, amma plastilindən burun İnandırırsın düzəldib ki, gətirən pasient. plastilindən Yəni bu artıq ciddi bir xəbərdarlıq olmalıdır məncə həkim üçün. O cərraha dedim almasın, sadəcə onun yaxını idi. Yəni həqiqətən bu olmuş bir hadisədir də. Mənim təcrübəmdə deyil, başqa bir cərrahın təcrübəsində bu olmuşdu. Aha. Ümumiyyətlə siz real gözləntilərlə, demək ki, qeyri-real gözləntiləri həkim birinci bunu ayırd etməyi bacarmalıdır və bunu pasiyentə deməlidir. Bəs pasiyent nələri bilməlidir ümumiyyətlə əməliyyata qədər? Bəlkə də bizi izləyənlər var. Nəyi bilib gəlməlidir yanınıza? Psixoloji olaraq da həm hazır olmalıdır, həm ümumiyyətlə fiziki olaraq da hazır olmalıdır. Bilirsiniz, pasiyent ilk öncə özünün burnunu tanımalıdır. Özünün burnunun quruluşunu qəbul etməlidir. Yəni bilməlidir ki, onun burnunun quruluşu necədir. Bəzən olur ki, daha böyük bir burundan daha kiçik bir burun istəyir, ətli bir burundan daha kiçik bir burun istəyir. Belə deyim də, ilk öncə mən həmişə pasiyentləri qəbul edəndə onların qüsurlarını onlara deyirəm. Elə pasiyent var ki, bunlardan xəbərdar olur. Deyir ki, doktor, sizin bu dediklərinizi mən görmüşəm. Amma ailə üzvləri, illərlə onunla bir yerdə yaşayan valideynimi, ailəsimi deyir ki, yox, mən ona indi fikir verdim, heç görməmişdim. Və bu pasiyent üçün, onun yaxınları üçün yenilik olur da. Yəni bunları öncədən belə deyim, özlərini tanısalar, özləri haqqında bilgiləri, yəni bir burunlarını incələyib doktorun yanına gəlsələr, bizim işimizi biraz asanlaşdırarlar və ilk öncə pasiyentlər bununla yanaşı burun əməliyyatının çox böyük bir səbir tələb etməsini bilməlidirlər. Çünki nəticəni biraz gec bilmək olur. Hardasa 6 ay, 1 il, bəzən 2 il gözləməli olurlar ki, həqiqətən də nəticəni tam olaraq görsünlər və ilk dönəmdəki olan şişkinlikləri, ondan sonra qulluq rejimini, bunlar haqqında təbii ki, biz məlumat veririk və bunlara tam düzgün riayət eləmək isə onların üzərinə düşən bir vəzifə olur. Bunları bilməlidirlər. Bir də həkimin pasiyentlərinin sayının çox olması onun peşəkarlığından xəbər verir. Bəzən elə həkimlər olur ki, onların siyahısına, əməliyyatına düşmək üçün 3 ay öncədən, 2 ay öncədən yazılanlar olur. Ən yaxşı halda 2 ay öncədən yazılanlar olur. Məsələn, məndə belə təsəvvür yaranar ki, o həkim çox yorğun olar və artıq pasiyentə çox fərdi, çox individual yanaşmaz. Bir gündə 5-6 əməliyyat eləyən həkimə bəlkə də mənim şəxsən güvənim bəlkə də çox olmaz. Yəni ümumiyyətlə sizin fikriniz necədir? Bir həkim gündə neçə pasiyent əməliyyat etməlidir? Onun ümumiyyətlə pasiyentlərinin sayının çox olması onun peşəkarlığına da çox dəlalət eləyirmi? Belə deyim də, mən gündə çalışdığım qədər bir əməliyyat edirəm. Çox az halda 2 əməliyyat icra edərəm. Nə bağlıdır bu? Yorğunluqla mı bağlı olur ya pasiyentlərin sayı az olduğu üçün? Bəlkə nə bilim, mən qadınam, ya mənim fiziki gücüm buna bu şəkildə çatır, buna imkan verir, bəli. Və yaxud da ki, mən əməliyyat saatım nisbətən ola bilər ki, uzun olur, bundan əlaqədardır. Yəni bu haqqda deyə bilmərəm. Yəni ki, kimsə ola bilər, elə həkimlərimiz var ki, 3 əməliyyat edir günə. Amma mənim üçün, yəni mən özüm haqqında burada deyə bilərəm ki, mən günə 1 əməliyyat icra edirəm. Çox az halda günə 2 əməliyyat icra edirəm. 2 əməliyyat icra etdiyim gündə isə burunları da seçirəm. Çətin burun və asan burun yəqin ki. Bəli, yəni həmin günə mənə belə deyim də daha düzdür. Bu bir sürpriz olur bəzən. Biz bunu açandan sonra bilirik ki, bunun içində nə var. Sən də qəliz imiş. Bəli, bəli, belə halla da rastlaşmışam, olubdu. Yəni daha mənim özüm üçün fikirləşdiyim öncədən ki, hə bu asan da ola bilər deyə fikirləşdiyim burunları həmin eyni günə salıram. Yəni bir əməliyyat etdin ya 2-3 əməliyyat etdin. Bu nəticəyə bir təsir eləyir demək ki, hardasa. Mən bunu özümdə, yəni bilirsiniz, tək axı bizim bu deyil işimiz. Çünki insan faktoru var. İşin içində yorulma var. Yəni həm də ki, tək bu iş deyil də. Yəni bu bizim ixtisasımızdır. Bu işimizdir. Amma bizim axı bundan arxada da
bir işimiz həkim var. kimi də fəaliyyətiniz var. Təkcə Yox, həkim cərrah yox, yəni Aha. bir ev var, qayğılarımız var. Biz yəni onlara da zaman ayırmalıyıq. Aha. Ona Bu sizin görə şəxsi seçiminizdir yəni o mən zaman. bu özüm, yəni özüm üçün seçim olaraq belə seçmişəm. Ki yəni mənim digər qayğılarıma da zamanım qalsın. Burun dolğularına necə münasibətiniz necədir? Doğrudan da burun dolğuları nekroza və korluğa səbəb ola bilirmi? Müasir dövrümüzdə dolğulardır, saplardır, yəni bu prosedurlarla burun ucunu qaldırırlar və yaxud da ki, burunda olan əyrilikləri, bunları düzəldirlər. Mən hər kəsə demək istəyərdim ki, əgər burun əməliyyatına gələcəksinizsə, bunu elətdirməyin. Heç birini, nə sapı, nə dolğunu elətdirmənizi tövsiyə etmirəm. Yox, artıq bəzən olur ki, pasiyent fikirləşmir əməliyyat haqqında. Dolğunu eləyir, ondan sonra gəlir əməliyyata və mən bu zaman onların dolğunu əritdirməklərini tövsiyə edirəm. Ondan sonra əməliyyata alıram. Buna baxmayaraq yenə də əməliyyat sırasında dolğu ilə rastlaşırıq. Bəli, görürük dolğunu və bəzən vurma texnikasına uyğun olaraq dərinin altında deyil, dərinin içərisinə dolğu keçə bilir və bu da əməliyyat olunmuş burunda sonradan bir şişkinliklərə səbəb olur. Bildiyimiz kimi dolğu maddələri daha çox suyu çəkir, özünə çəkir və bu da bir ödəmə səbəb ola bilir. Belə olanda bəzən pasiyentlər deyir ki, doktor, burnum məsələn səhər dururam, günorta o qədər gözəl olur, amma axşama doğru şişir. Artıq əməliyyatdan 1 il keçib, il yarım keçib. Yəni bir də görürsüz o qədər gözəl olur, o şişkinliklər tamamilə yatır və əsl ideal istədiyim bir burun formasını görürəm. Amma bəzən olur ki, bu burun forması daha mənə şişkin gəlir. Və mən pasiyentə deyəndə ki, izləyin, suyu qəbul etdiyiniz gün daha çox ki, su qəbul edirsiniz. O günmü olur? Pasiyent bunu bir neçə gündən sonra geri dönüş edib bunu təsdiqləyib. Yəni belə bir pasiyentim real olub. Qaldı ki, korluq verməyə düzgün texnika ilə vurulmadıqda bu damara düşə bilər və qayıdan bir yolla gözü qidalandıran damarı əgər tutarsa, burada gözün korluğuna gətirib çıxara bilər. Düzdür, təcrübəmdə görməmişəm, heç görməyi də arzulamıram. Yəni heç bir cərrahlarımıza bunu görməyə arzulamıram. Həmçinin kosmetoloqlarımıza da, çünki heç kəs istəməz bu hal baş versin. Olur bəzən indi damarlarda anatomik quruluş olaraq bəzən də fərqli olur. Qeyri-peşəkarlar bu işi icra etdiyi üçün ona baş görə deyim ki, verir. texniki cəhətdən düzgün icra olunmalıdır. Əməliyyatdan sonra da bu hal rastlaşa bilərik. Amma əməliyyatdan sonra biz əməliyyat zamanı burnu açırıq. Bütün damarlar, kapilyarlar təbii ki açılır və buradan yenə o yola düşə bilər, damar yoluna gedib gözü qidalandıran damara düşərsə, təbii ki burada bir korluğa səbəb ola bilər. Həmçinin də nekroz da bu halda. Yəni dərinin hansısa hissəsini qidalandıran bir damara bu düşərsə, həmin hissədə qidalanma pozulur və nekroza qədər gəlib çıxır. Ona görə də pasiyentlərimizə maksimum şəkildə öncədən fikirləşmələrini tövsiyə edirəm. Yəni olur, elə burunlar var ki, həqiqətən onlara dolğu vuranda çox gözəl bir nəticə olur və heç əməliyyata ehtiyac olmur. Bəli, bu halda dolğudan istifadə etsinlər. Amma yox, əməliyyat fikirləşirəm, müvəqqəti dolğu elətdirim, sonra əməliyyata gedərəm deyirlərsə, bu halda şiddətli tövsiyə edərdim ki, dolğunu istifadə etməsinlər. Etnik burun tiplərinə baxsaq, yəni bizim yəqin ki, burun tipimiz Qafqaz burun tipidir. Bu çətin burun tipi hesab olunur. Səhv etmirəmsə, yox? Bəli. Antropologiyada Qafqaz burnu deyilən bir anlayış var və bu burunların dorsum hissəsində çıxıntının daha yüksək, hündür olması, burnun dar və uzun olması ilə xarakterizə olunur bu burunlar və bunların belə formalaşması ümumiyyətlə onların yaşadıkları iqlim şəraitinə uyğunlaşması ilə əlaqədardır. Niyə belə formalaşır o zaman? Çünki hava şəraiti daha soyuq olduğu üçün hava daha uzun yoldan keçməlidir ki, isinsin, təmizlənsin, ağciyərlər üçün təmizlənmiş, isinmiş, hazır hava versin. Yəni ağciyərlər belə bir havanı qəbul etməlidir. Ona görə məsələn biz Afrikalılara nəzər saldıqda bunların burun dorzumunun daha qısadır. Yayğın, burunun özünün qısa, amma burun dəliklərinin və qanadlarının daha enli olması nəzərimizə çatır. Bu da bunların isti şəraitdə
yaşadığı iqlimə uyğunlaşması ilə əlaqədardır. Yəni isti hava daha çox yol qət etməsinə ehtiyac yoxdur və bunlar burunlarının dəliklərinin böyük olması hesabına nəfəs alırlar. Yəni dorzum hissələrinə nəzər saldıqda görərik ki, demək olar ki, yoxdur və yaxud da ki, tamamilə yayğın bir şəkildədir. Yəni burnun üst hissəsinə yayılmış bir şəkildə olur dorzumları. Yəni bunlar hamısı yaşadığı iqlimə uyğunlaşmaq üçündür. Yəni bir dəfə də yenə də bir lor həkimdən eşitmişdim bunu. Donqar burun belə bir ifadə var. Məsəl üçün yeniyetməlikdə qızlar və oğlanlar, daha çox oğlanlar birdən-birə boy atanda burnun ximирçəyi və sümüyü bir-birini eyni anda böyümədiyi üçün donqar yaranırmış və ya çəpərəkliyi yaranırmış. Belə bir ifadə eşitmişdim. Bu doğru, sizin münasibətiniz necədir? Belə deyim. Yəni təkcə boy artımı ilə bağlı da ola bilirmiş. Bu doğrudurmu? Yəni yeniyetməlik zamanı onu bilmək istəyirəm, yarana bilərmi belə bir burunda ani boy atdı və burun ximирçəyi ona uyğunlaşa bilmədi və burunda donqarlıq yarandı. Burun üstə doğru böyüdü deyim. Belə deyim də, burnun dorzum hissəsində olan çıxıntını, yəni donqarlığı siz nəzərdə tutursunuz. Bu ən çox irsiyyətlə bağlıdır, Sevin xanım. Yəni biz bir insanın, yəni burnun əməliyyat elətdirib, amma onun belə deyim, sonradan gələn nəslinə baxsaq, o donqarlıq yenə əmələ gələcək. Bu irsiyyətə bağlı olan bir məsələdir və burada burun ümumiyyətlə mürəkkəb quruluşa malikdir. Yəni burada sümük, qığırdaq, selikli qişa, dəri hamısı bir yerdə bir kompleks təşkil edir və sümüklə qığırdağın, yəni birinin çox böyüməsi, birinin az böyüməsi deyil. Zaten sümüklə qığırdaq biz yəni burnuna şəkilləndirmə verəndə hər ikisini şəkilləndiririk. İstər sümüyü, istər qığırdağı. Yəni onların bitişmə yerində sadəcə donqarlıq daha çox olur deyə ola bilsin o həkim onu vurğulamaq istəmir. Bəli, elə vurğulayıbdı. Yəni donqarlıq daha çox o hissədə nəzərə çarpır və biz hər ikisinə toxunuruq. Hər ikisində toxumuş edirik və yeni bir şəkilləndirmə veririk buruna. Və inkişaf dövründə də belədir. Bayaq mən vurğuladığım kimi, məsələn 15 yaşında bir pasiyentin əməliyyat istəməsi təbii ki, bəlkə də bu pasiyent niyə istəyir? Kənardan sinif yoldaşları falan tərəfindən belə bir ifadələr işlənir ki, özündən öncə burnun gəlir. Oradan çıxanda ilk burnumu gördüm. Yəni belə bir zarafatlar edirlər. Təbii ki, bu da bir 15 yaşında bir gəncdir. Hələ belə deyərdim də, heç nədən xəbəri yoxdur. Artıq bunu özünə bir dərd eləyir və deyir gedim tez əməliyyat eləyim, bundan canımı qurtarım. Bu sözlərdən, eşitdiyim sözlərdən. Ona görə də yəni bu yaşdan görürsüz, o həkim də vurğulayıb ki, bu yaşdan inkişaf edir. Yəni biraz səbirli olub gözləmək lazımdır ki, tam inkişaf başa çatsın və əməliyyat eləyək. Uşaqlarımız yıxılanda biz həyəcan keçiririk, burnu qanayanda həyəcan keçiririk. Elə bilir ki, onun burnu sına bilər. Doğrudan da uşaq hər dəfə yıxılanda burnu ximирçəyi sına bilərmi? Bəli. Sına bilər yəni qan gəlməsə belə sınır. Və sınırda qan mütləq gələ bilər və yaxud da ki, çox az miqdarda gələ bilər. Bu burnun içərisində quruyub qala bilər. Siz bunu görməyə bilərsiniz. Amma əgər istənilən bir yıxılma və yaxud da ki, buruna nəyinsə dəyməsi zamanı görürsünüz ki, göz altında göyərmələr falan yəqin ki, rastlaşmısınız. Burun ətrafında, göz altında göyərmə və şişkinliklər yaranır. Bunun özü belə orada hər hansı bir zədələnmənin ola bilər sınmayıb, yerini dəyişməyib, amma sadəcə bir çat düşüb ora belə deyim də. Yəni onun olmasından belə bizə xəbər verə bilər. Ola bilər ki, sınır, amma yerini dəyişmir o sınıq. Eynən sonra bərpa ola bilər. Bərpa ola bilər təbii ki, amma olur ki, bəzən uşaq vaxtı aldığı zədələrdən dolayı burnunda belə deyim də daha böyük bir donqarlığın olması, daha əyriliyin daha çox olması müşahidə edə bilirik. Bəs yaxşı, körpə uşaq 2 yaş, 3 yaş uşaq və ya 1 yaşda uşaq. Biz onu saxlaya bilmirik. Mütləq ki, yıxılır, bir yerə dəyir. Neyniyək biz valideyn olaraq? Yıxılıb uşaq, dediyiniz əlamətlər varsa, neyniyək? Varsa o zaman həmən lor
həkimə getmək lazımdır. müraciət Lor nə edib. edəcək o zaman? Lor ilk yardım Əgər olaraq nə edə biz o bilər? yaşda uşaqlara biraz yardım eləmək çətin Çətindir, olur. bəli. Çünki demək olar ki, heç bəlkə sümük hissənin də tam formalaşmayıb deyənə, ən azından qanaması varsa, onun kəsilməsi və yaxud da ki, qan burnun Qan gəlmir, içərisində bir saniyə gəlir zaten. burnun içində quruyub qalır və bu müəyyən bir və yaxud da ki, toxumaların altına qan sızır, bunlardan infeksiyalaşmalar ola bilər. Buna görə lazımi tədbirləri görmək üçün heç olmasa həkimə getmək lazımdır ki, hər hansı bir xırda bir ağırlaşma belə olmasın. Yəni siz odur ki, yıxılmasın, uşağı Qorusunlar, qorumaq lazım. maksimum şəkildə uşaqları Bir də qorusunlar. idmanda zədalanda mütləq İdmançılarda bu burun mütləqdir. sınmalıdır, Bəli. sınmalıdır. Yəni başqa Belə variant bir şey yoxdur. deyəsən. Sadəcə rastlaşırıq da idmançılarımız qulaqlarında, burunlarında Yəni qaçmaq mümkün deyil, qaçmaq olur. qaçılmaz. Bəs çəpər əyriliyi necə formalaşır? Mən kimə baxırsan ki, çəpər əyriliyi var, burundan nəfəs ala bilmirəm. Məsələn, bu yaxında bir qızını əməliyyat elədim ananın. Onun üzdən bildim ki, bunda burun ucun qığırdaqları zəifdir. Məsələn, burnun çəpərin qığırdaqları zəifdir və mən bunu qabırğa qığırdağı ilə eləməyə qərar verdim. Amma anasının burnunda isə dəri nazik deyildi, qalın idi. Sanki burun kamuflaj olunmuşdu o dəri ilə. Mən əməliyyat sırasında burnu açanda gördüm, eyni necə qızında qığırdaqlar, eyni incə, nazik. Sadəcə dəri bunu kamuflaj eləyib, mən cərrah olaraq bunu görmədim ki, həqiqətən də anada da o qığırdaqlar incədir. Yəni irsiyyətdən belə bəzən gəlir. olur ki, çəpər əyriliklərində də, yəni onlarda O da irsiyyət ola bilər. rolu var. Hardasa rolu var. Düzdür. Daha çox travmalardır. Uşaq vaxtı, böyümə zamanı aldığı travmalardır və yaxud da ki, idmanla məşğul olan zaman aldığı travmalardır. Amma irsiyyətin də az da olsa rolu var. Üzə görə burun forması yaxşı, bəs necə seçilməlidir? Yəni qoysaq hər şey bir qırağa, üzə görə necə seçilməlidir? Üzə görə üzün cizgilərinə uyğun. Məsələn, siz burun ola bilər ki, ayrılıqda o buruna baxarsınız, deyirsiniz ki, heç gözəl bir burnu yoxdur. Amma pasiyentin məsələn iri gələ bilər o burun sizə. Amma pasiyentin iri gözləri var, yanaqları iridir, həcmli bir dodaqları var və bu burun onun üz cizgiləri ilə bir harmoniya təşkil edir, bir vəhdət təşkil edir və çox gözəl görünür onun üzündə. Amma pasiyent o burun ola bilər ki, çox qısadır, daha kavislidir, incədir, gözəldir, amma o üzdə ona gözəlliyinə gözəllik qatmır. Yəni üz cizgiləri ilə bir vəhdət təşkil etmir. Bəs estetik, yəni rinoplast estetik baxımdan nələri bilməlidir və ümumiyyətlə bir qədər də rəssam olmalıdırmı sizcə? Ümumiyyətlə bu istiqamətdə nələri bilməlidir ki, hər burnu hamıya eləməsin, hər yaraşanı eləsin? Yenə də burada cərrah fərdi yanaşmalıdır. Hər şey gəlir, dayanır pasiyentin burnunun anatomik quruluşuna, onun üzünün cizgilərinə. Yəni anatomik quruluş bizə nəyə imkan verirsə, onun üz cizgiləri üçün ən yaxşısı nədirsə, yəni bir cərrah bunu etməyə çalışmalıdır. Hər pasiyentə belə deyim, standart yox, fərdi olaraq həm burnuna, həm də onun cizgilərinə yanaşıb üz cizgilərində, yəni harmoniya təşkil etməklə belə deyərdim, pasiyentin gözəlliyinə gözəllik qatardı. Baxın, Məndə xanım, çox yaxşı həkim ola bilər də, tam savadlı bir həkim ola bilər, cərrah ola bilər, amma bir də gözün görməyi var. Məsələn, elə insan var ki, düz xətt çəkə bilmir. Adam var çox düz simmetrik xətt çəkə bilir. Adam var ki, onun gözü simmetrik görür. Məsələn, başıma gələn hadisədir. Bir xəttdə mən demişəm bu əyridir, başqa biri ki, yox bu düzdür. Biri deyib yuxarıya meyllidir, digər biri sağa meyllidir, digəri ki, biri sola meyllidir. Yəni sanki hər insanın gözü bir cürə göz görür. Yəni simmetriyanı razısınız mənimlə. Bir estetik gözü olmalıdır cərrahın və bunu çox düzgün vurğulayırsınız. Bax burada yenə də üzün cizgilərinə uyğun, mən bayaq vurğuladığım kimi bir estetik gözü olmalıdır. Qaldı ki simmetriyaya, bəli, simmetriyanı maksimum qorumalıdır. Yəni simmetriyanı nəzərə almalıdır. Həmin anda xəttkeşləmə olmalıdır, yanında xüsusi xəttkeş olmalıdır. Mən sizə deyim ki, mən əməliyyat zamanı bu ölçülərə çalışıram, fikir verim. Ölçənlərimiz var, pərgərlərimiz var, xüsusi xəttkeşlər var, steril ki, biz onlardan əməliyyat zamanı simmetriyaların maksimum şəkildə qorunması üçün istifadə edirik.
Ay, yəni demək ki, bu çox önəmlidir. Çünki biz nə demək istəyirəm? İndi bu dəqiqə o qədər o bayaq burun dediniz, baby nose dediniz və ya biz ona slavyan burnu deyirik. Elə bil ki, həkimlər o qədər bir burun düzəltməyə ixtisaslaşıblar ki, bir burun düzəltməyə. Elə bil ki, başqa texnika bilmirlər, başqa burun düzəldəmi bilmirlər. Yəni bunun səbəbi nədir? Niyə həkimlər bu yüzdən tutma hamıya eyni burun? Məsələn, Instagramda qarşımıza çıxır. Baxıram ki, eynidir, bu da eynidir, bu da eynidir, bu da eynidir. Niyə eynidir? Yəni doğrudan da pasientlər eyni burun istəyir, yoxsa bu həkim başqa burun forması eləyə bilmir? Çünki bunun texnikaları mı fərqli olur? Yəni nə fərqli olur? Burada yenə də gəlirik pasientin istəyinə. Təbii ki, İstəklə bağlıdır. Bəli. Bax məsələn, elə pasient var gəlir, deyir ki, mən qətiyyən kavisti istəmirəm. Düz, sadə bir burun. Kavis nə deməkdir? Kavisti daha oval. Yəni burun, daha oval bir burun istəmirəm. Mən daha bir düz bir burun istəyirəm və kənardan baxan heç kəs hiss eləməsin ki, mən burun əməliyyatı keçirtmişəm. Yəni bunu deyən təbii olsun, natural olsun. Artıq buna gedirik sizə deyim. Yəni bunu istəyənlərin sayı daha çoxalıbdır. Bilmirəm, bəlkə mən daha biraz təbiilik, üstünlük verirəm deyə mənə bu pasientlər gəlir. Hə, amma kimsə daha kavisli istəyirsə, daha yəni oval istəyirsə, daha qalxıq istəyirsə burnunu, onlara da çalışıram ki, yəni o burnu verim. Bu bilirsiniz, siz eyni görürsüz, çünki bir toxunuş olub da. Ona görə də eyni görə bilərsiniz. Yəni şişkinlik yatandan sonra bəli, ümumiyyətlə yəni bir əməliyyat edən cərrahın səhifəsinə baxsanız, bəlkə də eyni texnikanı o başqa bir cərrah edir, o da edir. Amma hər ikisində bir fərqi görəcəksiniz. Burada yenə cərrahın o bayaq dediyiniz estetik gözü, estetik baxışı fərqli olduğuna görə eyni texnikanı eləsə də minimal bir fərq var. Bəlkə siz bunu hiss edə bilmirsiniz, amma biz cərrah olaraq, yəni bunu görürük, özümüz bir-birimizlə bunu müqayisə edirik ki, yox, eyni texnikanı etsək də son olaraq minimal bir fərqlər var. Hərənin özünün bir dəsti xətti var. Bir də nəfəsin önəmindən danışaq. Yəni ümumiyyətlə bilirsiniz ki, nəfəs çox önəmlidir. Biz necə gəldi nəfəs alırıq? Yəni ümumiyyətlə bu nəfəs həm bir psixologiyadır. Yəni bizim psixologiyamız necədirsə nəfəsimiz də odur. Həyəcanlananda tez-tez nəfəs alırıq, sakit olanda daha rahat nəfəs alırıq. Gecə yatanda nəfəsimiz tamam başqa bir ritmdə çalışır. Ümumiyyətlə nəfəsin önəmi nədir? Düzgün nəfəs almaqla bağlı nə məsləhət verərdiniz? Nəfəsin önəmi ilk öncə çalışmalıyıq ki, burnumuzla nəfəs alaq. Bunun üçün də burnumuzun hava yolları açıq olmalıdır və bayaq dediyimiz faktorlar, çəpərimiz düz olmalıdır, burun balıq qulaqlarımız normal olmalıdır ki, biz normal nəfəs ala bilək. Həmçinin bəzən burun ucunun bəzi insanlar var ki, doğal olaraq aşağı olur, düşük olur və bunun özü də nəfəs almaya mənfi təsir göstərir. Bunlarla yanaşı nəfəs almaq, sağlam nəfəs almaq sağlam həyat deməkdir deyərdim. Və hər kəs sağlam nəfəs alarsa, düşüncəsi çox sağlam olar, halsızlığı olmaz, ürək ritmləri deyərdim normal olar, arterial təzyiqin balansı o insanlarda normal olar. Yəni bir də insanların sağlam nəfəs həmçinin yürüşlər edərək, bu yürüşlərlə birgə sağlam nəfəs almaları da bu dediyim faktorlara öz təsirini göstərir. Çox sağ olun, çox təşəkkür edirəm Mədinə xanım studiyamıza gəldiyiniz üçün. Çox sağ olun və mən düşünürəm ki, əməliyyat etdirmək istəyənlər varsa, bizim buraxılışımızdan sonra xeyli bir aydınlanma yaşayacaqlar. Sizin verdiyiniz məsləhətlərlə və ümumiyyətlə məlumatlarla, ümumi söhbətdən yəqin ki, biz aydınlanma yaşayacaqlar və bilmədiklərini də öyrənəcəklər. Çox təşəkkür edirəm. Təşəkkür edirik bizi izlədiyiniz üçün, şərhlərinizi və rəylərinizi gözləyirik və videomuzu baxdınızsa, bəyəndinizsə, bəyəni düyməsində bassanız sizə çox təşəkkür etmiş olardıq. Sağ olun, növbəti videolarımızda görüşərik. Hələlik.